Hər kəsə salamlar. Sualım var rubrikasındayıq. Gəlin növbəti məktubumuzla davam edək. Təşəkkür etməkdən yorulmuram məktublarınız üçün. Bilin ki, hər bir məktub mənim üçün bir fərqli dəyərlidir. Məni çox düşündürürsüz yazılarınızla. Hər məktubun üzərində ən azı 1 saat işləyirəm və həftə içi daşıyıram beynimdə, əlavələr edirəm və sonra həftə sonu nəticə olaraq mən sizin məktublarınızı cavablayıram. Yəni bunu bilməniz mənim üçün önəmlidir ki, siz əgər ürəyinizdən qopardıb bunu mənimlə və hər kəslə paylaşırsınızsa və mən bilirəm bu necə çətin bir şeydir. Mən eyni dərəcədə əməyi qarşılığınıza qarşılıqlı verməyə çalışıram. Gəlin davam edək. Salam, hər vaxtınız xeyir. Bu məktubu oxutsanız sevinərəm. Mənim belə bir sualım var. Mən 25 yaşında bir xanım olaraq nəhayət evdən çıxmağa, tək yaşamağa qərar verdim. Bu bizim konservativ ailə üçün çox çətin addım idi. Amma bir tərəfdən özümü çox günahkar hiss edirəm. Sanki onların etdikləri kiçik imiş, mən dramatik davranıbmışam. İndi isə onların xeyirsiz övladı olmuşam kimi. Həyatda həmişə kimlərəsə yaxşı hiss etdirmək üçün çalışırdım. Özüm üçün addım atmaq o qədər çətin gəlirdi ki, ən kiçik şeydə belə özümü düşünmək çox böyük qəddarlıq, egoistlik kimi gəlir. Balansı qoruya bilmirəm. Partlayana qədər people pleaser oluram. People pleaser yəni insanlara daima xoş olmağa çalışan insan, insanların gözündə yaxşı olan insan. Sizcə insan özü üçün addım atanda niyə vicdan azabı çəkər? Bununla necə baş etmək olar? Mən ailəmin icazə vermədiyi halda səhv edirəm getməklə. Deyirəm yaxşı, getdin, indi nə olacaq? Yenə xoşbəxt olmayacam kimi gəlir. Təşəkkür edirəm oxuduğunuz üçün. Burada bilirsiniz məsələ nədir? Əgər siz bu mövzuya vicdan azabı falan filan yox da yaxşı övlad, pis övlad, yaxşı insan, pis insan, doğru insan, yanlış insan prizmasından baxsanız, sizə çox daha aydın olacaq situasiya. Məsələn, əgər mən xeyirsiz övladam situasiyasını kənara qoysaq və baxsaq ki, mən həqiqətən niyə getməyə çalışıram? Siz anlayırsınızmı niyə getməyə çalışırsınız? Mən öz təxminimi irəli sürəcəm, sizin məktubunuzdan irəli gələrək ki, siz deyirsiniz də mən daima başqalarını təmin eləməyə çalışıram, hətta partlayana kimi. Çünki sizin içinizdə elə bil ki, məni, özümü də görməyə və ifadə etməyə bir qadağa var. Başqalarına qarşı yaxşı olmaq olar, onları təmin eləmək olar və bu bizim uşaq tərəfimizdən gəlir. Uşaq tərəfdən bizim anladığımız və bildiyimiz yeganə üsul özümüzü başqasına bəyəndirməkdir. Necə uşaq bax mənim qızım gəlir belə gülür, di, sonra nəsə istəyir də ya da bilir ki, o güləcəksə, şirin falan şıltaq olacaqsa, biz onu daha çox sevirik, daha çox qucaqlayırıq falan filan. Yəni ümumən onsuz da sevilir bizim tərəfimizdən, amma mən görürəm axı uşaqlar biz uşaq olaraq çox balaca yaşdan, ən azı nə bilim, məncə 5-6 aydan biz artıq başa düşürük ki, bizim hərəkətlərimiz necə təsir edir qarşımızdakı insana və hansı reaksiya oyadır ondan. Və sizin bu uşaq tərəfiniz güclüdür, çox güclüdür, hansı ki sizə baskı edir ki, xoşun gəlsin, hamının səndən xoşu gəlsin və siz ona görə buranıza gələnə kimi bunu edirsiniz və sonra sizə elə bil ki, o insanları təmin edən people pleaser olmamağın yeganə üsulu hal-hazırda aqressiyadan keçir. Harda ki, siz özünüzü qurbana salırsınız ki, mən nə qədər olar, mən insanları təmin eləyim, onlar üçün bunun qədrini nə bilmir məsələn, ya da haqlı qəzaba girmək. Qəzabı belə özünüzdə tanımırsınız, aqressiyanızı belə özünüzdə tanımırsınız. Çünki siz öz gözünüzdə yaxşı insan olmağa, məsəl üçün valideyninizə qarşı olan da qəzəbdən, aqressiyadan yazmırsınız, başqa insanlara qarşı da. Çünki sizdə sadəcə haqlı qəzab icazəsi var. Orada çünki mən qurbanam, mən bezmişəm, məni incidirlər, mənim indi aqressiyaya haqqım var, əgər mən incinmiş, yorulmuş tərəfəm və bu aqressiyanın səbəbinə deyə bilərəm ki, cəhənnəm olun hamınız, eləməyəcəm sizə heç nə, indi özüm üçün nəsə edəcəm. Və sonra özüm üçün nəsə eləməyə başlayanda onda günahkarlıq hissi gəlir ki,
Necə yəni mən özüm üçün nəsə eləyim? Amma insan özü üçün nəsə etməsi üçün gərək birinci o mən doğulsun, mən olsun. Sizin mən isə qadağa altındadır və mən təxmin edirəm ki, siz nə qədər ki valideyninizin yanınızdasınız, axı o uşaq tərəf çox aktivləşir, hansı ki deyir ki, düzgün olmaq lazımdır, xeyirli övlad olmaq lazımdır, doğru eləmək budur. Və siz bir növ valideyninizin evindən çıxaraq o səsdən qurtulmağa çalışırsınız. Çünki onların yanında olmayanda siz elə gəlir ki sizə ki siz daha azad olacaqsınız. Nəhayət ki özünüz üçün bir şeylər edə biləcəksiniz. Bir növ bu olacaq. Kömək olur ayrılmaq və separasiya çox vacibdir. Amma bu çox zaman bunda yeniyetmə oğluna bilirəm. Bir ara ay Allah, bəlkə 13 yaşı idi, yəni də bizə hirslənən deyirdi, çıxıb gedəcəm, sizdən uzaq yaşayacağam və insan elə bil ki çıxır gedir, çıxıb gedəndən sonra o sizin o içinizdəki səs var, okey yaxşı çıxdım, getdim, indi nə? İndi nə? Biz hara çıxıb gediriksə gedək, o səs var, hansı ki deyir ki, doğru, düzgün olmalısan. O bizimlə gedir hər yerə. İstəyirsiniz gedin Amerikada yaşayın, ananız, atanız Azərbaycanda qalsın. O səsi tanımağa çalışın. Hansı ki sizinlə gedəcək o ayrı mənzilə. Və ona görə siz bir yerlərdə hiss eləyirsiniz ki, köçdüm, elə bil ki sanki köçsəm belə xoşbəxt olmayacağam. Hə, bu bir yerlərdə doğrudur. Ki mən o səsi tanımasam, özümə o yaşamağa haqqı olmasını, günahkar hiss eləmədən yaşamağa icazə vermək nə qədər? Mənim yeganə seçimim olur insanlara xoş gəlmək ki, onlardan mən istədiyimi alım. İstədiyim də nədir? Onların mənə gülüşləri, baxışları, məni yaxşı insan bilmələri. Başqa görüm nə qeyd etmişəm özümə. Burada nə yazmışam? Hə, bu vicdan əzabı məsələsi. Çünki yenə də yaxşı övlad, pis övlad. Baxın, elə bil ki, ideal tərəfdən biz başlayırıq ki, yox, sən yaxşı deyilsən, sən yaxşı övlad deyilsən, valideynlərin səni qınayır, sən pis övladsan, heç kim səni başa düşməyəcək, qohum-əqrəbə deyəcəklər ki, xeyirsiz övladdır. Görürsüz, yenə də keçirik bu paradigmaya, pis, yaxşı. Amma insan özü üçün anlayanda ki, okey, o ətrafdakılar nə deyir desin, amma onlar mənim içimi bilmirlər. Mən burada yaşama davam edə bilmirəm. Çünki bunun və mənim güclü səbəblərim var. Və siz o güclü səbəblərə tutunaraq ayrıla bilərsiniz. O səs, o yenə də olacaq orada. Bir müddət çox güclü, sonra yavaş-yavaş ayrıla biləcək. Əgər siz anlasaz ki, siz həqiqətən niyə gedirsiniz? Yəni ailə icazə vermir, bu bərabərdir mən icazə vermirəm özümə getməyə. Çünki yəni bu düzgün addım deyil. Xeyirli övladın, yaxşı insanın valideyninə qarşı bunu etmək seçim kimi yoxdur. Etmir bunu, bu doğru deyil. Bax, bu elə bil ki, qaydanın altından çıxa bilmirsiniz. Yəni getdin, indi nə olacaq? Görürsüz, dəyərsizləşdirmə burada var. Yəni mən özümüz üçün bir şey eləmək, bu o deməkdir ki, mən deyirəm, mən varam, mən istəyirəm. O mən istəyirəm demək sözü, mən istəyirəm. Baxın, necə güclü bir cümlədir. Burada o deməkdir ki, mən varam və mən bilirəm kiməm, nəyəm və nəyə ehtiyac duyuram. Mənim haqqım var bunu istəməyə və sonra bunu həyata keçirtməyə. Bu çətin bir prosesdir. Sizin isə elə bil ki, ideal mən sizə deyir ki, yaşamağa bir növ və səhvlər etməyə icazə qoymur. Çünki orada qayda var, qanun var, necə olmalısan ki, bu ideal obrazında qalasan, xeyirli övlad obrazında. Amma real məndə hansı ki, siz məsəl üçün çıxıb gedəcəksiniz, peşmançılığınız ola bilər, çətinliyiniz ola bilər, ağlayacaqsınız, nə qədər fərqli situasiyalara düşəcəksiniz və o situasiyalardan keçərkən əgər mən özümə dəstək ola bilmirəmsə, məndə hələ o mərhəmət, o empatiya yaranmayıbsa, çünki ideal mən güclüdür, onda mənə çox çətin olacaq, yəni sizə çox çətin olacaq. Çünki siz özünüzü etdiyiniz qərara görə, səhvlərə görə çox qınayacaqsınız, çox məhv edəcəksiniz və özünüzə yaşamağa icazə vermirsiniz.
valideyniniz yox. Mən sizin qərarınıza heç cür təsir eləməyə çalışmıram. Nəticə olaraq siz özünüz qərar verəcəksiniz. Gedəsiz ya qalasız. Amma bu prosesləri anlamağa çalışsaz, məncə başa düşərsiniz niyə bu qədər çətindir. Əm, gedirəm qərarı verəndən sonra belə getmək. Bir də son nəzər yetirim. Görürsüz, məndən də soruşursunuz ki, mənim ailəm icazə vermədiyi halda səhv edirəm getməklə. Bir növ siz bu sualı mənə verəndə fərqində deyilsiniz ki, məni o ideal, doğru cavabı bilən bir insan yerinə qoymusunuz və məndən bir növ halallıq az qala istəyirsiniz də ki, Aygün xanım desə ki, yox, düzgündür, get falan filan. Mən isə yenə də məsuliyyəti əlinizə özünüzə qaytarıram. Onda siz rahat ola bilərsiniz ki, fux, okey, bu səs susur, hansı ki mənə qınayan o ideal mən, hansı ki deyir ki, yox, getmə, bu düzgün deyil, sən səhv eləyirsən falan filan. Halbuki mənim avtoritetimi özünüzün beyninizdəki ideal mənin avtoritetinlə qarşılaşdırırsınız və deyirsiniz ki, yox, bax Aygün dedisə o daha idealdır, o daha düzgün bilir. Mən onda onun halallığını alaraq özümə güc alıb bu belə kosmosa o raketa uçar kimi uçacam. Çünki siz elə bil ki, rahat veşlərinizi yığıb daxilinizdəki əminliklə gedə bilmirsiniz. Çünki o əminlik yoxdur. Çünki o hələ ki mən doğulmayıb, hansı ki deyir ki, okey, bu çətindir, bu acılıdır. Mən başa düşürəm ki, valideynlərimi də incidirəm bunu edərək, amma mən bilirəm hansı ehtiyacdan çıxaraq bunu edirəm və burada qalmaq məni nə hala gətirir və burdan getmək mənə nə verəcək. Və insan rahat veşlərini yığır, gedir və bu o demək deyil ki, heç münasibətini də pozur, daxilən valideynə qarşı aqressivlik də yaşamır. Amma sizdə bu hamısı var, aqressivlik də var, siz sadəcə görmürsüz. Çünki siz valideynlərinizin yanınızdan onlara hirslənmədən gedə bilmirsiniz. Gərək hirslənəsiz, özünüzü haqlı pozisiyaya salasınız ki, sonra özünüzə haqq qazandırasınız getməyə. Belə bu qədər. Özünüzü tanımağa, anlamağa çalışın bu prosesləri. Onda məncə daha asan olacaq bu qərarı vermək və qərarınızın arxasında qalmaq, əgər nəticə olaraq qərar versəniz ki, getmək istəyirsiniz. Qərar sözünü neçə dəfə dedim. Sizinlə sağollaşıram. Növbəti həftə yeni məktubla görüşürük.